Sınaq 15, sual 1. Buyurun. Doğru fikirləri müəyyən edin. Cilli suxurlar kəsən çay dərələri adətən geniş olmaqla yamaclarının nisbətən az meyilliyi ilə fərqlənir və U şəkilli dərələr adlanır. Cilli suxurları, mən hamısını oxuyum, sonra baxım. Şxer tipli sahillər moren buzlaq materialları ilə örtülü olan qayalıqların dənizin yüksəlməsi ilə adalara çevrildiyi sahələrdir. Skandinav və Piriney dağlarında neotektonik proseslər baş verir. Mekong çayının mənsəbinin yerləşdiyi ölkə sosialistdir. La Plata körfəzinin sahillərində mövcud olan iqlim tipinə axıl dəniz sahillərində rast gəlinir. Argentina BRICS-ə aiddir. Deməli, axırdan başlayıram. Argentina BRICS-ə aid deyil. 6 olanları silirəm. Argentina BRICS-ə aid deyil. La Plata körfəzinin sahilində mövcud olan Oxot dənizi sahili, bu da olmaz düşünürəm. Çünki La Plata'da bərabər rütubətli subtropikdir. Oxot dənizi isə bu düşər Mülayim mussona. Aha, bu da olmaz. Elə cavab çıxdı da. Mekong çayının mənsəbinin Laosdur. Yox. Bir dəqiqə, Mekong çayının mənsəbinin yerləşdiyi ölkə su. Mekongun mənsəbi Vyetnamdır da. Vyetnamdakı sosialist ölkədir. Düzdür. Deməli 2 də düzdür. Burada 3 olmaz. Çünki Pirineydə onlar neotektonik, Skandinaviyada isə paleotektonik proseslər olar. Onun üçün 1Y variantı. Bəli, paleo olmalıdır, neotektonik olmamalıdır. 3'ü götürmürük. Bizə doğrular lazımdır. Şxer tipli sahillər də buzlaqlarla bağlıdır. Qayalıqların qayalıqlar adaya çevrilir və Baltik dənizində biz müşahidə edə bilərik. Bundan başqa Rusiyada, Finlandiyada, İsveçdə şxer tipli sahillər görmək mümkündür. Doğru cavab Y variantı. 2-yə baxırıq. Yer biraz yuxarı qalxmaq. Yer kürəsinin sxemdəki vəziyyətinin formalaşdığı tarixdə baş verə biləcək coğrafi hadisələri müəyyən edin. Yəni şəklə baxanda görürük ki, 23 dekabrdır. Yəni şimal yarımkürəsində qış 22 fəslidir. dekabr. Daha doğrusu 22 dekabr. Yəni günəş cənub tropikində zenitdədir. Bəli, günəş Nəyə deməli görə? ki, Çünki baxın müəllimlər, bunun gündüz işıqlandırdığı şimaldan çoxdur. Demək günəş cənub yarımkürəsini çox işıqlandırırsa, deməli cənubda yaydır, şimalda qışdır. Nə zaman cənubda yay olur? 22 dekabrda. Davam edək. bir də ki, ekvator xətti üzərində gecə və gündüz uzunluqları bərabər olur. Bu həmişə belədir də. Yəni ekvatordan sonra bütün il boyu bərabər olur. Sonra Yeni Zelandiyada orta illik temperatur ən yüksək həddə çatar. Ən yüksək həddə çatar deyə bilmərik. Baxaq Zelandiyanın özü üçün verməyibdir orta illik temperaturu. Necə? Zelandiya üçün demir. Yeni Zelandiyada orta illik temperaturu ən yüksək həddə çatar. Bu tarixi deyil. Bu tarixə görə biz orta illiyi götürmürük. Orta illikdən də bütün ayları hesablayırıq. Burada baş verə biləcək tarix. Bu tarixdə bir günə aiddir. Bu tarix 22 dekabra aiddir. Bu necə biz orta illiyə aid eləyə bilərik? Baxın müəllimə, bir dənə üzr istəyirəm, fikrimi tam ifadə edeyim. Yeni Zelandiyada orta illik temperatur həddi ən yüksək həddə çatar. Bu cümlə sırf Yeni Zelandiyaya aid verib. Başqa ekvatorla müqayisə eləmir. Biz Yeni Zelandiya ümumiyyətlə quru deyirdik ki, bir ay gec qızır, bir ay gec soyuda, belə deyim. Yeni Zelandiyada 22 dekabrda yox, 22 yanvarda daha isti olar, daha çox temperatur çox olar. Mənim fikrim budur müəllimə. İndi bilmirəm, bəlkə mən yanlış bir şey düşürəm. Çünki cümlənin sonunda Yeni Zelandiyanın özünə aid olanı deyir. Ümumi götürülür, yoxsa tək götürülür? O baxımdan. Çünki müəllimə, sonda da deyir Yeni Zelandiyanın orta illik temperaturu ən yüksək həddə çatar. Bu tək Zelandiyanın özün verib. Başqa bir ərazini verməyib. Sizin fikrinizcə indi 22 dekabrda ən yüksək həddə çatır ki, Yeni Zelandiyada? Biz deyirik ki, Yeni Zelandiyanın yay ayları 22 dekabr, ən istisi yanvarda. Ən istisi, ən güclüsü yanvarda olar. Elə siz tərəfdən yanaşanda da bu iki səhv götürülürdü onsuz da. Əgər siz tək götürürsünüzsə. Yox, mən ikini düz götürmürəm cavab olaraq. İkini səhv götürürəm. Sadəcə mənim bildiyim bu
başqa ərazi ilə müqayisə eləyir, yoxsa Zenlandiyanı? Sonra şərtin diqqətlə oxuyuram ki, Zenlandiyanı burada özüm deyir. Bunu oxuyaq, variantları çıxdaş eləyəndə də baxaq da görək nə Müəllimə, deyir. onsuz da yanlışdır. Çünki niyə? Burada dekabrda olmaz, yanvarda olar ən isti vaxtı Yeni Zelandiyanı. Yox, özündən bəhs edir. Başqa ərazi verməyib axı burada. Yox, müəllim Hə, orada mən də orta illik temperaturun ümumi xəritəsi var ki, ekvatordan qütblərə doğru azalması. O baxımdan dedi ki, Yeni Zelandiya ən aşağıdadır, axı qütbə daha yaxındır. Biz elə nəzərdən yanaşdıq. Amma müəllimin sözünə də indi düşünürəm ki, tək də olanda, tək özünə dairdir deyəndə yenə də orta illik ən yüksək hədd yenə də çatmır ona. Bu son Götürməyiblər. küləklər dedik ki, bu yanlışdır. Çünki burada qış fəslidir. Qışda tərsinə Hə, olacaq. bu yanlışı Bakı bizə şəhəri lazım deyil. Aha. Hı. Bakı şəhəri ilə Kiyev şəhəri arasında günəş şüalarının günorta vaxtı düşmə bucağı fərqi artar. Deməli, Bakı ilə Kiyev şəhəri arasında günəş şüalarının günorta vaxtı düşmə bucağı fərqi artar. Əslində elə çox artmaz, çünki ikisində də düşmə bucağı fərqi az olacaq. Çünki ikisindən də günəş cənubda zenitdədir. Bakıya da Dəyişməz də Kiyev düşmə bucaqları fərqi. dəyişməz. Yəni o qədər çox fərq olmaz. Yəni Bu tarixdən başlayaraq Tasmaniya adasında günəş şüalarının günorta vaxtı düşmə bucağı azalar. Doğrudur, çünki maksimum olur, yəni Tasmaniya cənubdadır. Maksimuma çatandan sonra günəş yavaş-yavaş, deməli 22 dekabrdan sonra cənuba doğru istiqamətlənir. Ekvatora Onun doğru, üçün də şimala günəş qayıdır. daha doğrusu şimala qayıdır. Fikrimdə tutduğumu demirəm. Yəni günəş orada maksimum olur, sonra yavaş-yavaş şimala istiqamətlənir deyə. Hı Bu -hı. doğru fikirdir. Tasmaniyada azalar da, cənubda da ona görə. 5 doğrudur. Aha, Aha. 6-ya baxaq. Efiopiya yaylasının cənub istiqamətə meyilli, buludsuz yamacında sutkalıq radiasiya şimala nisbətən daha çox olar. Efiopiya yaylasının cənuba. Deməli, Efiopiya yaylası, müəlliməm, ekvatordan şimaldadır da, düzdür? Ekvatordan şimaldadırsa, deyir, onun cənub istiqamətində sutkalıq radiasiya şimala Onun nisbətən cənubu daha çox ekvatora olar. daha yaxındır axı. Ona görə orada təbii ki, çox olar da radiasiya şimala Həm nəzərən. də Aha, tropik hava hə. kütlələri təsir göstərdi müəllimə. Aha, Ekvatora nə qədər yaxın olsa, bir qədər aydınlıq olar havada. aha, Radiasiya çox olar. bəli. Hə, 1, 5, 6-dır. 5, 6. 3-ə baxaq. Aşağıdakı ölkələrdən hansı Viktoriya, Tanqanika, Nyasa göllərinin hər üçünün sahillərində? Bunu ən çox deyirik. Tanzaniya. Təbii ki, ən çox Tanzaniya. verdiyim suallardan. Hə, 4. Tanzaniya. 4 baxın. Ekvatorda sabitdir. 4. 5 oktyabr tarixində aşağıda verilmiş ölkələri günəş şüalarının günorta vaxtı düşmə bucaqlarının azalmasına görə sıralayın. Deməli 5 oktyabr deməli hara gəlir? 23 sentyabr, 23 sentyabrdan sonra günəş yavaş-yavaş istiqamətlənir cənuba doğru. 5 oktyabr hardasa bu düşəcək, deməli 4 günə 1 dərəcə gedirsə, hesablayanda, Demək, yəni müəllimə, ekvatora yaxın 23 sentyabrdan 5 oktyabra hardasa 12 gün var da, düzdür? 3 dərəcə eləyir də müəllimə, 1 3 dərəcə. dərəcəmi, 1 Cənub dərəcə enliyi. 4 gündürsə, görəsən 12 gün neçə dərəcədir? O zaman bəli, 3 dərəcə olacaq. Cənub enliyində olur. Deməli, bizdən nə istəyir? Günorta vaxt düşmə bucağın azalmasına görə. Ən çox olanı seçərik, ekvatora yaxın ərazilər. Paragvay, Uruqvay, Tunis. Deməli, yəqin ki, bu Kenyadan başlayar. Çünki Kenyanı ekvator kəsir. Yəni ekvatordan aşağı Bəli, düşməliyik. Kenya olacaq. Sonra Sonra Malayziya olar, ekvatora daha yaxın. 4 ilə, 5 ilə. Elə onda 4-5 variant çıxır da. Sonra Paragvay, Uruqvay, ən ekvatora uzaq olan ərazidə Tunisdir. Yəni bəli, mən belə eləyərəm. doğrudur. Bilmirəm A cavab variantıdır nədir. müəllimə. 5-ə baxaq. Aha, məsələn. Müəssisənin bir sutkalıq enerji sərfiyyatı 120 ton neftdir. Bir günlük 120 ton neftdir. Müəssisə 30 sutkanın 12 sutkasını yanacaq çatışmazlığı səbəbilə daş kömürlə işləmişdir. Deməli, 30 sutkanın 12-sini daş kömürlə işləyib, 18-ini nə ilə işləyib? Neftlə. Neftlə işləyib. Aha. Müəssisənin 30 sutka ərzində ümumi yanacağın miqdarını soruşur. Deməli, ümumi yanacağın miqdarı, bunun adı nədir? Neftdən kömürə keçmək üçün Şərti yanacaq var idi, 1,5.
bir tam özünə vurub, yoxsa özünə vurub bölürdü şərti yanacağa da, yoxsa şərti Daş yanacağı vurub kömürün özünə neftin bölürdü? şərti yanacağı vahidinə vurursunuz. 120'ni vurursunuz Hə, 1,5'e. 120. Aha, Ama 120'nin bir şey var da əvvəlcə siz birinci nefti vurursunuz 120'ye, sutka burada 120'ye sonra da vurursunuz. Sonra tapırsınız hə, dəqiqə də 18. buna uyğun eləmişik keçən dəfə 2160 alınacaq bu bir ayındır. Yəni Sonra istifadə etdiyi nefti müəssisənin. Sonra həmin bu 120'ni Bəli. bir dəfədə vurursunuz neçəyə? 1,5'e. Hı. Düzdür? Alınacaq Aha. 180. Hə. Yəni 120 ton neft 180 ton daş kömürə bərabərdir. Düzdür müəllimə? Sonra hə, siz deyin Hə, necə sonra elədir? 180'i də siz 12'ye neçə yazıb burada? Hə, 12 yazıb da. 12'ye vuranda yenə də 2160 alacaqsınız. 2160'ın üzərinə 2160 cavab D variantıdır. Eynilə keçən dəfə bu məsələni eləmişdik. Cavab da elə D variantı. Mən də Bölürsüz. belə fasad eləyərəm. Prosta biraz uzun gedərdi yəqin ki. Siz daha qısa elədiniz. Aha, altını başqa bir müəllim edəcək. Sağ olun. Sağ olun. Kimlə davam edirik? Günay müəllimə. Bəli, müəllimə, davam edək. Xəritə sxemə əsasən verilmiş nöqtələrdən hansılarında günəş il ərzində günorta vaxtı üfüqün yalnız cənub tərəfində görünəcək? Deməli, bu özündən cənubda görə bilərsək, yuxarıdakı məntəqələr olacaq. Çünki ekvatorda ola bilər ya da cənub tropikində ola bilər. Hər iki formada cənubda görünəcək. 1 və 2 olar. Yəni bu Bəli. məntəqələr günəş burdadır axı məsələn 23,5. Bu günəş burdadır. Bu Özündən məntəqələr cənubda. cənubda görür günəş özündən. Demək 1-dən 2 olacaq. D variantı. 7-yə baxaq. Uyğunluğu müəyyən edin. Paleotektonik proseslər, neotektonik proseslər. Deməli, paleotektonik qədim yerlərə baxacağıq, yəni qədim dağlar ola bilər, qədim ərazilər. Neotektonik isə hal-hazırda fəaliyyətdə olan aktiv əraziləri götürərik. Padan ovalığı neotektonik olar. Krım dağları da neotektonik olar. Mərkəzi düzənliklər paleotektonikə düzənlikdir, həm də mərkəzi də kaskad neotektonik olar. Burada Apennin var bir dənə bu burslardan. Apenin də Apennin neotektonikdir. Seysmik əraziləri götürəcəkdir. Qalanlar da Kaskad Darfur, silsiləsi də Afrikada həmçinin belə ki, neotektonikdir. bəli, kaskaddır, Padandır, Krımdır, kaskaddır, bir də Apennindir. Bunlar 1, 2, 4, neotektonikdir. 8. 2-yə aid edirik. Yəni bura. Almaniya Polşadır, Makedoniyadır, Darfurdur. Bunlar onsuz da deyir ki, qədimdir. O cür Bəli. götürmürük. Y variantı. 8-ə Aha. baxaq. Sahəsi 5,5 min kvadrat olan Naxçıvan İqtisadi rayonunun dairəvi diaqramı qurularkən uyğun sektor bucağı respublikamızın ümumi ərazisinə görə nə qədər olar? Deməli, bunu belə eləyəcəyik. 86,6 min kvadrat kilometri götürəcəyik 360 dərəcə. 5,5 mini x Cavabı də bərabərdir. tapacaqsınız sonra. Bəli. Yəni bu 22,9 eləyirdi o cavabı. 9-a baxaq. Aha. Deməli, xəritə sxemə verilmişdi təsvir tavaları üçün doğru fikirlər müəyyən edin. Deməli, 4 və 7 rəqəmləri ilə göstərilir təsvir tavalarının sərhəddində vulkanik mənşəli ada və ya adalar. Yenə də adalar. Yəni 4 ilə Mənşəli 7 ada nədir? Cənubi Amerika və Afrika litosfer tavalarında Ola vulkan bilər, mənşəli adalar var da, onların ayrılmasından. Müqəddəs Yelena adası məsələn. Of adası var Müqəddəs orada, Böyük Britaniyanındır. Yəni təbii ki, Trian adası. bəli, dünyanın ən yalnız adasıdır Tristiania Kunya adası. O da Böyük Britaniyandır. O axtarıldı. 1-i Hə, götürəcəyik, o doğrudur. götürə 2 Bəli. 3 və 11 rəqəmləri ilə göstərilən təsvir tavalары fərqli istiqamətdə hərəkət edirlər. Deməli, 3 ilə 11. Mənə elə gəlir ki, onlar əksinə. bu Naskadır, bu da Hind Avstraliyadır. Nə Onlar elə demişdik? bil ki, onlar şimal-şərq. İkisi də Şimal eyni şərqə istiqamətdə, Bəli. hərəkət edən Onlar- tavalardır. Bunu çıxacam. Amma O burada nə cavabda deyir? olmayacaq. Fərqlidir. 2 lazım deyil. 8 rəqəmi ilə göstərilən tasvir tavası bir platformadan ibarətdir. 8-i Avrasiyaya verib. Avrasiyada bir də platforma götürə bilməliyik. Çoxlu bəli platformalar var. Bu da yanlışdır. Aha. 1 və 6 rəqəmi ilə göstərilən tasvir tavalarının sərhəddində nov və ya novlar yaranır. 1 və 6 baxın. Onlar da burada. Çünki o Şimali Marian Amerika ilə novunun- 6-da Karibdir burada. Amerika. Karib. Təbii ki, toqquşmada Orada novlar novlar yaranacaq gələn. və toqquşma nəticəsində nə cür adalar yaranır? Deməli, vulkanik Antil bu tərəfdə adaları. ancaq Antil adaları bu iki buradakı tavanın Antil toqquşmasından adaları. yaranır. Aha, burada doğrudur da. Düzdür müəllimə? Bunu götürərik.
Bəli, Mhm. bunu götürə bilərik. 5. 5-ci, 2 rəqəmli göstərilən təsvir havası sərhədlərində qövsvari adalar, qırışıq dağlar, Orta Okean dağ süzələri, Dərin Okean novlarına rast gəlinir. 2 rəqəminə baxaq. Sakit Okean havasıdır. Deməli, Yəni bir sərhədlərində həm qövsvari adalar. Bu bu tərəfdə xüsusiyyətləri hə, verir. Həm konvergent, həm divergent, yəni var. bəli, Sakit, var da. Yəni burada qırışıq Sakit Okeanda rastımıza çıxır da. yəni Yəni Sakit Okeanda qövsvari biz adalar yuxarıda Kuril, Kamçatka tərəfdən deyə düzdür bilərik müəllimə. qövsvari Bu adalar. Sonra hissələrdə dərin novlar doğru, bir də bu maarifdir. hissələrdə də Bu tərəfdə də Orta Okean. aha, Bəli, Orta Okean dağ süzələrində bir bütün demək okeanlardır. bəli bu. Sonda bir də 6 qaldı. Deməli, 3 Sakit və 5 Okeanda rəqəmlər. həm divergent, həm də konvergent sərhədləri görmək mümkündür. 6-ya baxaq. 3 və 5 rəqəmləri ilə göstərilən təsvir tavaları bir-birinə yaxınlaşır. 3 və 5. Yox, buna dedik ki, burada bir-birindən ayrılırdı. Bax bunu deyir ha, Qalapagos 3 ilə adasında 5. bilirsiniz. Sonra burada 1, 4, 5 sualın doğru cavabıdır. 6 Keçirik. səhv idi. Hə, 6 səhv idi. Bir-birinə yaxınlaşmır da, ayrılır axı, divergent zonada ayrılmadır. Ona görə. Ona baxaq. Doğru olmayan fikirləri müəyyən edin. Orta Sibir yaylasında gətirmik pillə Anadolu yaylasındakı gətirmik pillədən daha böyükdür. Daha böyükdür. Anadolu gəl siqnala düşür. Deməli burada daha kiçik olacaq. Burada deyir doğru olmayan olsun. Bu doğru fikirdir. Ona görə bunu götürmürəm. Düz edirsiniz. Orta Müəllimə. Sibir Orta Sibir yaylasında Orta geotermik Sibir pilə platformu. böyükdür də. Niyə? Çünki Hə, seismik ərazidə kiçik olar. Ona görə 1 kiçik olur, doğru bəli. ifadədir. 2-yə baxaq. Dəzli müfərrət çayları tranzit çaylardır. Bu da düzdür. Dedik Türkiyədən ki, başlayır, Dəzli İraqda Türkiyədən mənsəbidir. başlayır. Bəli, bu tranzit olmalıdır. Aralıq dəniz iqlim tipi həm əsas, həm də keçid iqlim qurşaqlarında rast gəlinir. Aralıq iqlim dənizi subtropikdədir. Ona görə də bunu mülayimə verə bilmərik. Ona görə də 3-ü götürəcəyik. Çünki doğru olmayan soruşur bizdən. Bu Yalnız və düzdür. yalnız keçid iqlim qurşağında görmək olar. 4. Şərqi Qafqaz dağlarından başlayan çaylar qışda bozulur. Bu Şərqi Qafqazda deyəsən Hindistanda demişdik. Bu Bəli. çaylarda subekvatorialın olduğuna görə yay aylarında bozulu olur. Ona görə burada qışı götürə bilmərik. Hı hı. Səhvdir. Makkenzi çayının stoplayıcı hövzəsi 2 yarımkürədə və 2 işıqlanma qurşağında yerləşir. Makkenzi çayının. Ha, bu da düzdür. Böyük Kölə gölündən başlayır, Beaufort dənizinə tökülür və şimal qütb dairəsi kəsdiyinə görə 2 işıqlanma qurşağında yerləşəcək. Amma 180 və Amma Greenwich şimal və kəsmədiyinə şərq. görə, kəsmədiyinə Şimal və görə, şərq yarımkürədə. bəli, Bəli. şimal və qərb yarımkürələrində yerləşəcək. 3 və 4 olacaq yanlışlar. 11-i başqa bir müəllim izah edəcək. Başqa. Aha. Sağ olun. müəllim. Sağ olun. Xumar müəllimə buyursun. Digər müəllimlər də əl işarələrini göndərsin. 11. 11. Xumar müəllimə. Başqa bir müəllim varsa buyursun. Oxuyum müəllimə. Buyurun. Buyurun. Aha, deməli, Pusan və Tiba limanı doğru fikirləri müəyyən edin. Pusan və Tiba limanları Yaponiya məxsusdur. Pusan Ulsan Cənubi Koreyadır, Tiba Yaponiyadır. Bu səhvdir birinci. Mhm. İkinci də Braziliya, Meksika, Cənubi və Qazaxıstanda Telikon təpələrə rast gəlir. Bu doğrudur. 3də misin xam şəkildə daşınması konsentrat şəkildə daşınmasından daha əlverişlidir. Bu səhvdir müəllimə. Təmizlənəndə daha əlverişli olur. Əksinə Çünki konsentrat tərkibində- daha əlverişli olar, xam deyil. Bəli. Aha. Bəli. 4. Vyetnam və Laos Cənub-Şərqi Asiyanın sosialist ölkələridir. Düzdür. Çin, Laos, Hı hı. Vyetnam. Bəli, bu düzdür. Əfqanistan yalnız bir türk dilli ölkə ilə həmsərhəddir. Əfqanistan həm Pakistanı görür, həm də Amma Pakistan yuxarıdan türk dilli deyil axı. Yuxarıdan O- Türkmənistanla, yuxarıdan Qırğızstanla, Türkmənistan. Özbəkistanla sərhədi olduğuna görə çoxdur da, yəni bir deyil. Bəli. Aha. Bu da Burada yan. Demək götürəcək 2-dir. hə, 2-4. 2-4 olacaq B variantı. Keçək 12-yə. Buyurun. Deməli, Kürəraz ovalığında orta illik temperatur 14,5 dərəcədir. Bu doğrudur. Ölkəmizdə günəşli saatların illik maksimum miqdarı ilə radiasiyanın illik maksimum miqdarı eyni fiziki coğrafi rayonda müşahidə edilir. Bir dəqiqə mənim, günəşli saatlar Kürarazdır, amma radiasiya Xeyr Zəngəzur müəllimə. tərəfdir. Günəşli saatlar Yoxsa Küraraz illik deyil, orta illik temperatur Kürazdır. orta illikdir, hə. Bir dəqiqə mənim, günəşli saatların illik maksimum miqdarı ilə bu məncə yanlış ifadədir. İkisi də eyni üst-üstə Eyni düşə fiziki bilər. coğrafi rayonda deyil, düzdür. Eyni iqtisadi coğrafi rayondadır, amma eyni fiziki coğrafi rayonda deyil. Bu hansı fiziki coğrafi rayonlardır? Onu biri Cünüt Qapıcıq olar radiasiyaya görə. Bəli. Amma günəşli saatlara görə Şərq Ordubad birinci yerdədir. Saat deyərkən aşağıdakı düzənliklər, radiasiya deyərkən dağlar. Günüt qapıcı. Yuxarıdakı, hə, anladım.
Amma Anladım. Onda gördün bunu eyni deyildi, götürəcəyik. müxtəlif fiziki coğrafiya rayon olmalıdır. 3-ə baxaq. Amma Bəli. bizə lazımdır 2. 3. Aha. Kürə Araz çaylarının hər ikisinin qidalanmasında ən az pay yağışlı bu düzdür. Yağış suları ən aşağıda ikisində də. Hər ikisində. Çünki Dördüncü baxın Arazda 1-ci yerdə yeraltıdır, Kürdə isə qar yeraltı qar sularıdır. yağışı, orada qar Amma yeraltı ən yağışı. axırıncı hər ikisində yağış olacaq. İkisində də yağışdır. Bəli. Bu Sonra doğru necə də ifadədir. qarşılayır? Hı -hı. Bəli. Ölkəmizin bütün təbii vilayətlərində milli parklar mövcuddur. Məncə bütün təbii vilayətlərdə bir dəqiqə. Naxçıvanda var, Böyük Qafqazda var, Kiçik Qafqazda var, Lənkəranda var, Lənkəranda da var. Yurçan Milli Parkı. Təbii ki, hamısında var. Bəli, bu düzdür. Və bütün təbii Sonra beşə vilayətlərdə baxaq. yarımsəhra quru çöl iqliminə də rast gəlmək olar. Bəli, iqlim olaraq var. 5. Ölkəmizdə günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı 26.5-dən az ola bilməz. Bu bir dəqiqə 40 dərəcəni 38-42-də məncə bu yanlış ifadədir. Ola bilər. Bizdə minimum Çünki o düşmə bucağı təkcə əgər düşmə 40 şimal enliyə çıxılsın 23,5 90 sonra çıxanda 26,5 alırıq əslində. Minimum düşmə bucağı 26,5 olur yəni 42 Azərbaycan ilə üçün. az olur Amma məsələn. bəzən Mən əgər hər ilə bunu soruşmaq istədim. hə, Mən də düsturla da eləyəndə bu 26,5 olur ha. ha. Necə olur ki, bu yəni 26,5-dən az olur? Əgər Çünki Yoxdur. 38-42-ci paralellər arasındadır. Tək 40-dan hesablamırıq axı Azərbaycanı. Şey də deyir. həm də ki yamaç da olur? şimala meylli olanda 26,5-dən Meyillidir, də bəli. az ola bilir yəni. Heç ola bilməz bu ifadəni biz yanlış. Yəni burada deyir, az ola bilməz, deməli yanlışdır da az ola bilər. Düzdür? Bəli, Bizə bəli. lazımdır 5. 2, 5, altını oxuyun müəllimə. Ölkəmizdə ən az yağıntı Kür tektonik çökmə zonasına aid düşür. Ölkəmizdə ən az yağıntı Puta məntəqəsidir. Bu da Böyük Qafqaz qalxmasına düşür məncə. Bəli, doğru deyirsiniz. 2, 5, 6 sualın doğru cavabıdır D variantı. 13-ə baxırıq. Maqmatik süxurları müəyyən edək. Deməli, burada hara getdi? Hə. Hə. Burada deməli bildiklərimizdən çıxsa dolomit bir A-dan gedər, Hı -hı. B-dən təbaşiri çıxarır, D-dən qrafit, almaz, filit. Qrafit, Burada fillit metamorfikdir də almazdır. Bunları çıxarsınız. Bizə maqmatik lazımdır. Burada kvarsit fosforit də çıxartdı. gedir. Hı -hı. Bəli, bir dənə qalır ki, Andezit, obsidian, sienit. Burada andezit, obsidian, effuzivdir, sienit, diorit onlar intruziv süxurlardır. Amma hamısı İntruziv. maqmatikə aiddir. Maqmatikdir. 14-ə baxın. Deməli, biz burada yüksək təzyiq sahələrini götürəcəyik. Alçaq təzyiq qalxan hava, siklon Sizcə idi, yüksək təzyiq təzyiq. mərkəzi antitsiklon olar, yoxsa siklon? Onu dedim, antisiklon olacaq bu. İndi hansıdır? Antisiklon. 1-dir, yoxsa 2-dir antitsiklon? 2-dir. Bəli, 2-ni götürəcəyik. Sonra Siklondur. Deməli, kənara doğru gəlməli. Daxilə yox, kənara. 3-1 də olar. 2-3. 2-3, bəli, kənar. İndi müəllimə, bu yüksək təzyiqdə enən hava olur, yoxsa qalxan hava? Yüksək təzyiq enən hava, alçaq təzyiq qalxan hava. Hə, demək yüksək təzyiqdə enən havası bu enən havadır. Bu Enən isə hava. qalxan Bəli, havadır. Orada alçaq O, təzyiq bəli, olar məncə də bunda. doğru gəldi. Ona görə 2 ilə 3 sualın doğru cavabıdır. 15-ə baxırıq. 15-ə baxaq. Tamam. Biraz mənim qaldıraq. Sakit Okean, Atlantik Okean, Hind Okeanı, oraya aid olan dənizlər deyəcəyik. Deməli, Weddell dənizi bir olacaq Atlantik Okeanı, Pasxa adası olacaq Sakit Okean, Bonifacio boğazı olacaq Atlantik Okeanı, Amundsen dənizi olacaq Sakit Okean, Hı -hı. Anadır körfəzi olacaq Sakit Okean, Davis dənizi olacaq. Bir dəqiqə, Davis yuxarıdadır, şimal buzluya düşər o. Dürvil, Davis dənizləri ki var. Aşağıdadır. Aha. Hə, Hind Okeanı. Mən yuxarı getmişəm. Hə, Hind okeanı. Aşağıdadır. Hı. Sonra Kerguelen adası o Hind okeanındadır. Yaşılburun adaları düşəcək Atlantika, Sokotra adası Hində. bəli, Yəmənin Davisi dənizini Davis boğazı ilə boğazı ilə bəxtini hə, qarışdırır. bildim. 15-i dedi. Hə, Burada elə belə olacaq da. Pasxa adası, Amundsen, bir də ki, anadır Sakit Okeana aid olacaq. Weddell dənizi, Bonifacio, bir də Yaşılburun adaları, Cabo Verde, Yaşılburun Afrika tərəfdə. Olacaq Afrikanın Atlantik qərbində. Okeanda. Bəli. Amma Hind digərləri okeanı, hə, olacaq Hind Kerguelendir, Okeanı. Sokotradır. Sokotradır, Davis'dir və Kerguelen adası Fransanın adasıdır. Mülayim dənizdə yerləşir. Hind Okeanı divergent ada sayılır. Oldu müəllimə, sağollaşıram sizlə. Sağ olun. Kimlə davam edirik? Buyurun. Səbinə müəllimə, 16 sizindir. Axşamınız xeyir müəllim. Axşamınız xeyir.
Deməli, okean cəryanları və aysberqlər səbəb ola bilməz. Okean suyunun duzluğunun dəyişməsinə bu səbəb olur. Okean sahillərinin formalaşmasına. Sahillərin Keçən dəfə belə bir formalaşmasına sual düşmüşdü, cəryanlar səbəb ola bilər idi. Burada isə bilməz deyir. Eynilə bu testdir. Sadəcə olaraq bilməzləri götürəcəyik. Səbəb Hı. ola bilməz. Sahillərin formalaşmasına Olur da fiord tipli aysberqlər formalaşdırır. olur müəllimə. Hı. Olur aysberqlər, cərəyanlar, müəyyən qədər qopuraq aysberq qurudan. O bir sahil forması formalaşdıra Bəli. bilir. Bəli. Aha. Okeanların səviyyəsinin kəskin dəyişməsinə. Sonra daxildə Ee, formalaşdırmasına. Necə? Cəryanların formalaşdırmasına estuar ilə cəryan təsirində yarana bilər. Olar, o da olar, bəli. Hə, o da ola bilər. Deməli, okeanların səviyyəsinin kəskin dəyişməsinə. Bu kəskin dəyişməyə səbəb olmaz da məncə Bəli, cərəyanlar. 3-ü götürəcəyik. 4. Mhm. Qabarma və çəkilməyə bu ayın təsiri ilə olur. Bunun aidiyyatı yoxdur. Okean suyunun temperaturunun dəyişməsinə səbəb olur. İsti soyuq cərəyan aysberqlər də həmçinin soyudur. Endogen mənşəli dalğaların formalaşmasına. Çünki Mənşəli endogen dalğalar nədir? yəqin ki, Tsunamidir də. zəlzələlərlə bağlı. Tsunami. Bilməz. Bilməz, bunu da götürək. Çünki tsunamiyə təsir edən zəlzələ olur, tsunami dalğalarına. 17-yə baxaq. Bəli. Təqribən eyni enliklərdə yerləşən relyef vahidlərini müəyyən edin. Deməli, eyni enliklərdə Skandinaviya dağları, Ural dağları, Orta Sibir. Ural biraz aşağı düşür. Ona görə onu götürmürük. Niyə ki müəllimə? Kap Orta dağları Sibirlə Ural dağları yaxınlıqda deyil ki bir-birinə. B-yə baxın. yaxşı. Kap dağları, La Plata ovalığı, Barkli platosu. Barkli platosu deməli tropikdən yuxarıda idi, səhv etmirəmsə. Bəli. La Plata Kap. Kap deməli təxminən oradan deyəsən keçirdi. Kap cənub Kap tropikindən aşağıdakı idi. Yox, Kap aşağıdadır. cənubda qalır. Mülayim Hə, işıqlanmada cənubda qalır. Ona yerləşir. görə Ona görə götürməliyik bunu. eyni enlik olmur. Ərəbistan, Əhəqqar və Şərqi Afrika yaylaları. Ərəbistan, Əhəqqar təxminən eyni düşür, amma Şərqi Afrika nisbətən Aşağıdadır. aşağıda qalır. B-yə baxaq. Appalaç, Piriney və Çerski dağları. Deməli, Appalaç, Piriney. Bu elə bil ki, eyni düşür, amma Çerski biraz yuxarı düşür Yuxarıdadır. deyəsən burada. Bəli. Eyni enlik sayılmaz. Meksika yaylası, Alp və Qafqaz dağları. Bir də Meksika yaylası aşağı düşür də. O hardasa tropika yaxındır. Tropik Alp, işıqlanma. Qafqaz da yuxarı. Meksika yaylası elə bil Florida yarımadasının aşağısından keçir. O yayla düşür aşağıya. Amma bu Qafqaz dağları mülayimdədir axı. O yuxarıda yerləşən Meksika yaylasından. Alp də həmçinin. Alp dağları da Ona görə eyni. 7 olmaz. 18-ə Hə, baxırıq. başa A variantı düşürəm. olacaq. 18. Verilmiş iqlim diaqramına əsasən düzgün fikirləri müəyyən edin. Birinci. Deməli birinci şimal subekvatoriyalıdır. Aha. İkinci diaqram. İkinci də cənub subekvatoriala oxşuyur. Aha. Deməli, hər iki diaqramın aid olduğu iqlim qurşağında Nəyə görə? il boyu Bir bir dəqiqə. hava Nəyə görə? kütləsi Çünki burada əgər yayda yağış yağırsa şimal subekvatoriyalıdır. Qışda yağış yağırsa cənub subekvatoriyalıdır. Yağıntılar da uyğun gəlir həmçinin. Həm də ki belə gedir də görürsüz. Bu cənub yarımkürəsini bildirir. Birə baxaq müəllimə. Deməli, hər iki diaqramın aid olduğu iqlim qurşağında il boyu bir hava kütləsi hakim olur. Yox, subekvatorialda yayda ekvatorial, qışda tropik demişik. Ona görə bu aid deyil. Deməli 2 hava kütləsi olacaq. Bir yanlışdır. Bəli. İkinci iqlim diaqramının aid olduğu iqlim qurşağının yerləşdiyi yarımkürədə subtropik iqlim qurşağının bütün iqlim tiplərinə rast gəlinir. Bir dəqiqə bunu fikirləşim. Aralıq dənizi var. Deməli yarımkürədən söhbət gedir də. Bərabər rütubətlisi var, kontinentalı var. Hamısı var da müəllimə. Bəs mussonu var? Hə, subtropikin mussonu ancaq şimaldadır, yox da. Cənubda yox. Deməli bu da yanlış olacaq. 3-ə baxaq. Hər iki diaqramın aid olduğu iqlim qurşağının yayıldığı ərazilərdə əkinçilik imkanları genişdir. Bu doğrudur. Doğrudur. Aha. Çünki hər ikisində əkinçilik ərazilər tropik işıqlanma qurşağında yerləşir. Bir dəqiqə. Tropik işıqlanma qurşağında. Yəni şimalda yerləşən subekvatorial mənə, iqlim mülayim işıqlanma qurşağında rast gəlinir. Mülayimə də düşə bilir.
Məncə düşə bilir. Çünki tropik xəttindən yuxarıda da var Ümumiyyətlə, orada. mülayim işıqlanma Bəli. qurşağında savannan olmasını görə bilərik. Söhbət iqlimdən gedir müəllimə. Onun məsələn Bir dəqiqə Avstraliyada müəllimə. mülayim işıqlanma qurşağında savanna var da, tropik savannası, subtropikin savannası. Subekvatorial iqlimi gözünüzün önünə gətirin müəllimə. Görün mülayim işıqlanma Bəli, qurşağında var. getiririk. Mülayim müəllimə, bir dəqiqə işıqlanma qurşağında deyirsiniz siz. Bəli. İndi onu nümunə gətirək də. Harda yerləşir? Hindistan, Və- şimal tropiki ki, Hindistan ərazisində kəsir Hindistan yarımadasının yuxarısını. Sonra hər iki iqlim diaqramının aid olduğu iqlim qurşaqları iqlim tiplərinə bölünmür. Subekvatorial iqlim tiplərinə bölünmür. Necə iqlim tiplərinə bölünmür də müəllimə? Bölünmür. Subekvatorialın tipləri yoxdur da. Aha. Bəli. Hər iki iqlim diaqramının səciyyəvi olduğu ərazilərdə suvarma mövsümü ilin eyni aylarında olur. Bu doğru deyil, çünki məsələn, birincisində qış ayları dekabr, yanvar, ikincisində isə iyun, iyul aylarında olur suvarma. Bəli. Cavab 3, 4, 5 D variantı olacaq. 19-a baxırıq. Xəritə sxemə əsasən rəqəmlərə müvafiq gələn coğrafi obyektləri müəyyən edin. Bu Cənubi Çin dənizi, deməli 1 Tayvan adasıdır, 2 Haynan adasıdır, 3 Cənubi Çin yarımadasıdır, 4 də Müəllim, Cənubi Malakka Çin yarımadası yoxdur. yarımadasıdır. Hind Çini müəllimə. Hə. Qaçdı. 4-ə baxaq. Hind Çin demək. 4 də Malakka yarımadası. Bəli, Malakka yarımadasıdır, doğru. Hə, bunu uyğunlaşdırarsınız sonra. 20-yə baxaq. Materik mənşəli adaları müəyyən edin. Materik mənşəli. Deməli, Madaqaskar materikdir, Kuba materikdir, Galapagos materik deyil, Siciliya materikdir. Buradan Galapagosu çıxdıq. İrlandiya materikdir, Newfoundland materikdir, Şri-Lanka materikdir, Tasmaniyada materikdir. Cavab B bəndi. Burada C-də Sonra nəyə Baham çıxartdın müəllimə? adaları. Aha. Baham adaları müəllimə mərcan mənşəli olmalıdır. Kuril yenə materikdir mən bilən. Kuril materik idi Kuril məndən. vulkanik deyil müəllimə. Kuril də alyotdur. Hə, Kuril vulkanik. Hə, Hə, İslandiyada konvergentdə. vulkanikdir. Aha. Hə, Böyük Britaniyada orada materikdir. Maldiv yenə mərcan Mərcan. idi də deyəsən. Bəli. Yeni Qvineya materik, Havay vulkanik, Vulkanik. Kuba materik, Mhm. Kalimantan materik, İrlandiya materik, Pasxa vulkanik, Müqəddəs Yelena da vulkanik. Vulkanik. Əla. Cavab verirəm. Oldu müəllimə, sağollaşıram sizdən. 21-i kim izah edər? Sağ olun müəllim. Sağ olun. Müəllimə izah edeyim. Buyurun. Dağlar. Müvafiq olaraq relyef vahidlərini hündürlüklərinin azalmasına görə sıralayın. Burada müəllim çoxdan aza düşəcəkdə, hə? Bəli, azalmasına görə deyil. Hündürlük. Doğru. Azalmasına görə deyil. Dəli Deməli, dağın burada hündürlüyünü deyin müəllimə. Vulkanik yaylanın ən hündür zirvəsi. 3616 metr. Aha. 3616. Kəpəzin hündürlüyü. Kəpəz 3066. 6. Salavat aşırımı. 2066. Salavat 2915. Qazangöldə, Qazangöldə Ordubadda yerləşir. 3829. 29. Hə, indi mən 829. bildinizsə bu 1, 2, 3, 4. Hə. İndi azalan sırasıyla rəqəmləri düzək. Kəpəzi, bəli, Kəpəzi yox, Qazangöl dağı birinci götürürük. Aha, 4 yazaq. Sonra Dəli Dağ, sonra Kəpəz, sonra Salavat aşırımı. C variantı. 4, 1, 2, 3 olacaq. 22-yə Bəli, baxaq. C variantı. Bir neçə ölkə ərazisində yerləşən coğrafi obyektləri seçin. Deməli, müəllim, Haiti adası 2 ölkə yerləşir müəllimə. Hansı ölkələrdir Haiti adasında? Kuba, Elə Bir Haiti də- ölkəsi ilə Dominikan yerləşəcək. Dominikan, hə, Qərbində Dominikan, Haiti, bəli. şərqində Dominikan ölkəsi. Dominikan da ayıza görə fərqlənir Mərkəzi Amerikada. Bir neçə olduğuna görə Haiti bizə lazımdır. 2-yə baxaq Balaton Bəli. gölü. Balaton gölü Macaristanda yerləşir. O birdən elə Macarıstandadır. Aha. Sonra
Dnepr çayı Rusiya, Ukrayna, Belarusiyadadır. Hı hı. Orada yerləşir. Burada Həm də götürürük. paytaxt şəhərdən keçir. Aha, Sonra bəli. Bilirəm. 4. Balxaş gölü Qazaxıstandadır. O da məncə təkcə Qazaxıstanda yerləşir. hı hı. Düzdür müəllim? Bəli, düzdür. Mis çıxarılır özdə. Bəli. Sonra Yava adası Sumatra, Yava, İndoneziya- Sulawesi adaları İndo- sadəcə və İndoneziyada sadəcə yerləşir. İndoneziya olacaq. İndoneziyadadır. Bəli, o da. Niger çayı Afrikada Nigeriyadır, Nigerdir, Malidir. Bir də orada nə var idi? Gvineyadan başlayır. Malinin paytaxtı Bamako'dan Nigerin paytaxtı Niamey'dən keçir. Mənsəbi də federativ OPEC üzvü olan ölkədir. Altını da götürürük. Sonra Victoria gölündə Tuk, Hə, Tanzaniya, Uganda, Kenya. əla. Suez Suez kanal da Suez kanalı da hansı ölkə olacaq? Kattara çökəkliyinin yerləşdiyi ölkə. yadımdan çıxdı o. Nil çayının mənsəbi olan ölkə. Hə, Nil çayının mənsəbi Misir. Misir ərazisi. Hə, Aha. bəli, Misir. Demək Burada da Y 1, 3, variantı. 6, 7 Y variantı olacaq. 23-ə baxırıq. Buyurun. Təriflərlə göstərilən dağlara aid olan doğru fikirləri müəyyən edin. Deməli, bunu nə eləyik? Birinci dağları tapdıq. Hə, burada sonra mən rəqəmləri verib A, B, F. İndi hansı 3 dənə dağı deyir? A, Qafqaz dağları, B, Ant dağları, F, Alp dağları. Üçünə də aid Əməli, bunların xüsusiyyət verir. hündürlüyü 4000-dən yuxarıdır. Düz deyir. Qafqaz dağları Elbrusdur, 56-42-dir. Səhv eləmirəmsə. Düzdür. 5642 metr olacaq. Hə. Ant dağları da Mont Blanc 6960-dır. Aconcagua dağıdır. Belə Aconcagua dağı, hə, karışdım. Alt dağlarında Mont Blanc'dır. 4807. Bu birincini götürürük, hə, müəllim? Bəli, hamısı 4000-dən yuxarıdır. Deməli doğru ifadədir. Bəli, 4000-dən yuxarıdır, bəli. Sonra C, D, Paleozoy erasında formalaşıblar. Balaç dağları qədim dağlardır. Ural da qədim dağlardır. Aha. Amma Sonra Atlas dağları Atlas qədim dağları olar, cavan yazır dağ. burada. Cavan dağlardır. Atlas cavandır, ona dağları. görə bu yanlış ifadə olar. Yanlışdır, bəli. Sonra deyir ərazisi iki işıqlama qurşağında. Qafqaz dağları yerləşir iki işıqlama qurşağında. Yəni Apalaç iki dağları işıqlanma da qurşağında yerləşir. yerləşməsi üçün gərək kəssin də onu şimal tropiki və ya qütb Hə, dairəsi. şimal tropiki. Kəsir ki, Qafqaz Bəli. dağlarını. Şimal qütb dairəsi kəsər Uralı, Çerski, Verxoyansk bu dağları kəsər məsələn. Kordilliyeri kəsər məsələn. Qafqaz axımı tamamilə mülayim işıqlanma qurşağındadır. Alpdir, Hə, Karpatdır, həmən, Sudetdir, Filizli dağlardır, Bəli. Schwarzwalddır, Vosges. Bunlar mülayim işıqlanmada yerləşir və ya yəni ancaq. Demək ərazi iki Bəli. işıqlanma qurşağında Qafqazı götürməliyik. Düzdür müəllimə? Yalnız mülayimdə yerləşir. Digərlərinə də baxaq. Bəli. Hansı dağı verib? C. Apalaç dağları da Apalaç mülayimdir. dağları. Atlas dağları isə Bir də bir neçə 3 dağların yarım kürədə səthi. yerləşir də, düzdür? Amma iki işıqlanma Onun deyə kəsri bilmərik. Elə, hə. Onda Sonra, üçü də götürmürük. aha, 40-də deyir, cənub hissələrində qar xətti daha yuxarıdan keçir. Deməli, B-də Ant dağlarıdır. Ant dağlarından qar xətti məsələn yuxarıdan. burada Ant dağları bilirsiniz də Bəli. qar xətti çox doğru da hündürdür. O əgər ekvatordan Bəli. uzaqlaşırsa, qütbə doğru gedirsə, onda necə hündürdən yuxarıdan keçər ki, aşağıdan keçər də? Düzdür. Hə, Məsələn, bəli. Uralda 1000 nə qədər idi, Qrenlandiyada 500 metrdir. Qütblərdə getdikcə sıfıra yaxınlaşır da. Yəni ona görə bu 4 də Bəli. yanlış olacaq. 5-ə baxaq. Yanlış, bəli. Deməli, deyir, Şərq yarımkürəsində yerləşir. Qafqaz dağları da Şərq yarımkürəsində yerləşir. Ural dağları da, alt dağları da. Yəni Qrinviçdən Düzdür. şərqdədir axı, ona görə Şərq yarımkürəsinə düşürlər. Şərqdədir. Aha. Sonra 6 neotektonik proseslər. Neotektonik proseslər müəllim yeni Hansı dağlardır? fəaliyyətdə Yəni olan A. Qafqaz, D. Qafqaz Atlas, dağları, Alp. Atlas dağları, bir də Alp dağları. Əsasən cavan dağları fəaliyyətdə olan götürəcəksiniz. dağlar. Seismik əraziləri Bəli, cavan neotektonika dağlar. götürəcəksiniz. Bəli, Ona görə Bəli. üçü də Bir, uyğundur, beş, üçü də altı. cavandır. variantı. Bəli. Ona görə də cavab burada 1, 5, 6 olacaq D variantı. 24-ə baxırıq.
Doğru fikirləri müəyyən edin. Deməli, Gəncə şəhərində illik radiasiya miqdarı Şahbuz şəhərindəkindən daha azdır. Bunu götürük də müəllim. Gəncə şəhərində illik radiasiya Çünki Naxçıvanda Şahbuzdan maksimumda, Şahbuzda Naxçıvana bəli, aid daxı. Təbii ki, Naxçıvandan, yəni bəli, Şahbuzdan az olar. Bir doğrudur. bəli, az. Biri doğru götürürük. Araz çayında bol sulu dövr may, qısqır sulu dövr isə avqust ayı. Bu da düzdür müəllim. Araz çayında yaz qabağı sular bol olur. Bəli. Mayda Bu bol suludur, avqustda, avqustda. bu Amma yaya Kürdə doğru quruyur və qıtsulu zəifləyir. sentyabr ayında olar, düzdür? Bəli, sentyabr Hə. ayındadır. O mayda hə qurur. Aprel ayında isə Tərsinə. bol suludur. Elə bil Arazdan bir ay Bəli. qabaq bol sulu olur. Hə, 2 doğrudur. Bunu da götürürük. Aha. Bəli. Ölkəmizin bütün tektonik zonalarında milli parklar mövcuddur. Bu düz deyil müəllim. Hə. Məsələn, Tektonik Ön zona Qafqaz bütün milli tektonik çökməsində parklar hansı milli park var? Ön Qafqaz tektonik çökməsində. Samur Yalama. Samurya. Görün Araz Cavan platformasında milli park var. O da Deyil. tektonik zona sayılır da. Kiçik ərazi Hə, tutsa böyük da. park. Orada yoxdur milli park. Düzdür, Naxçıvanda Yoxdur. Zəngəzur milli parkı var, amma o Kiçik Qafqaz qalxmasına düşür də. Araz Cavana Bəli, düşməz. o Ona düşür, görə bəli. bütün tektonik zonalarda vilayətlərdə deyə bilərik, bayaqki kimi. Hə, Bayaqki kimi. Amma bu hə. tektonik zona olaraq deyə bilmərik. Tektonik zonalarda deyə bilmərik. Üçü də səhvdir, götürmürük. Afruca və Mucuq şəlalələri Böyük Qafqazın cənub yamacından axan çayların üzərində yerləşir. Bəli, Mucuq şəlaləsi Dəmiraparan çayının üzərində yerləşir. Hə, o cənub Afruca yamacıdır. şəlaləsi də Afruca bəs hansı çayın üzərindədir? Afrucada şeyin Vəlvələ. Vəlvələ çayı üzərində. Vəlvələ Böyük Aha, Qafqazın cənubu Vəlvələ. sayılır, müəllimə. Vəlvələ çay. Bir sayıram çayları. Müəllim, Samur, Vəlvələ Qudyal, Qusar, Qara, Vəlvələ. yuxarı Bunlar hansı gəlir, çaylardır? yuxarı Böyük gəlir. Qafqazın şimal-şərq çayları. Kanyonvari dərələr yaradan çaylar. Çayları hansı? Bəli. Xəzər Deməli, dənizinə cənub deyil də tökülür. bunlar. Ona görə yanlış olar. Sonra 22 iyun tarixindən başlayaraq Xocavənd şəhərində gündüzün uzunluğu azalmağa başlayır. Günəş 22 iyun hansı yay. zəngdədir? Şimal tropikində. Demək, şimal Şimalda 23 yarımkürəsində yaydır. 22 iyun tarixindən Xocavənddə gündüzün uzunluğu azalmağa başlayır. Ona görə də 5-i biz burada doğru götürməliyik. 6-ya baxaq. Ölkəmizin Xəzər dənizi sahillərində yalnız bir iqlim tipi formalaşmışdır. Xeyr müəllim, orada bir iqlim tipi deyil axı. Və təsəvvür edin ki, bu Xəzər sahilidir. Xəzərin o yuxarı hissələrində bir Abşeron tərəfdə yarım səhra varsa, bu Lənkəran tərəfdə hansı iqlimdir? Qışı mülayim, Mülayim yay isti. mülayim, keçən mülayim isti. Deməli, Qışı həm yarım səhra var, həm də Xəzərin sahilində, həm də mülayim isti iqlim var. Bəli, mülayim isti Yalnız iqlim var, bir bəli. ifadəsi yanlış Bu olar. da yanlışdır. Burada Bəli. 1, 2 və 5 2, 5. doğru ifadədir. D variantı. 25-ə D baxaq. variantı. Düzgün fikirləri müəyyən edin. İraq, Suriyə, Küveyt, Şimali Makedoniya və Serbiyanın Dünya okeanına çıxışı var. Müəllim, burada Serbiya bu materik səhv daxili fikirdir. ölkədir, müəllimə. Bəli, səhvdir burada. Küveyt də yoxdur, okeana çıxışı, amma Küveyt aşağıda. Ərəbistan yarımadasında olan bütün ölkələrin okeana çıxışı var. Samsun çıxışı var, bəli, Küveytin var. Yəni bunu Serbiyanın çıxırıq, 2-yə yoxdur. baxaq müəllim. Artıq bu Bəli, səhvdir. bunu çıxırıq, səhv deyil, bəli. Mülayim iqlim qurşağının dəniz tipinə Kamçatka yarımadasında rast gəlinir. Müəllim, onu demişdik biz. Bəli, Kamçatka Kamçatkada yarımadası var mülayim mülayim dənizdə dəniz. yerləşir, doğrudur. Yer kürəsinin orbit müstəvisinə meyillilik bucağı indikindən daha çox olarsa, Kiyev şəhərinə günəş şüalarının minimum düşmə bucağı azalar. Müəllim, bu cümləni heç başa düşmürəm. Normalda müəllimə 66,5-dir axı. Düzdür, meyillilik bucağı. Hə. Düzdürmü? Hə, müəllim. Tropiklər də 23,5-dən keçir. Əgər Kiyev üçün hesablayanda biz 90 çıxılsın, Kiyev də yerləşir 50-də. 50 çıxılsın və buradan olacaq 73,5. 90-dan da 73,5-i çıxanda olacaq 16,5. 16,5. Bu normalda Kiyev üçün minimum düşmə bucağıdır. Bəs indi müəllimə deyir ki, artsa meyilli bucağı, yəni 66,5 deyil də 70 dərəcə olsa, onda tropiklər neçədən keçər? Yəni mötərizənin içərisində zenitin əvəzinə nə yazarıq biz? 20 dərəcə. 20 yazarsınız, düzdürmü? 90 çıxılsın 50. Hə.
Üstəgəl Çox iyi. 23,5, Üstəgəl O sonra 20'də. 23 Orada başlandı. 16,5 Qalan aldı. 20 Burada dərəcədir. 20. Deməli artdı, yoxsa azaldı müəllimə? Artdı. Artdı. Burada nə deyir? Artdı. Hə, deyir ki, Burada azalar. deyir ki, daha çox olarsa Kiyev şəhərinə günəş şüalarının minimum düşmə bucağı azalar. Amma Şey, səhv artdı. artar da müəllim, 20 artdı dərəcə bizdə. oldu. Normalda 16,5'ti. Bəli. Artıq Aha, artdı. Sonra artdı. Sonra Madagaskar adası 2 işıqlama və 2 iqlim qurşağında yerləşir. Düzdür müəllim bu. 2 işıqlanma, 2 iqlim Madagaskar qurşağında adası bəli yerləşir. dəfələrcə deyir. Tropik dəniz və subekvatorial iqlim Qurşağında, qurşağında bəli. yerləşir. Cənub tropik xətti də İşıqlanma qurşağı. kəsir. Bizə doğru Bəli. ifadələr lazımdır. Doğru ifadələr də hələ Bəli, ki 2 ilə doğru 4'dür. dediğiniz. Bəli. Sonra Qusar mayili düzənliyində bütün fəsillərdə bol yağıntılı, soyuq iqlim yarımtipi müşahidə edilir. Müəllim, bütün fəsillərdə bol yağıntılı bu səhvdir məncə. Çünki Soyuq orada iqlim tipi var. bərabər yağıntılı mülayim isti iqlim var. Bol Bəli, yağıntılı bərabər yox. yağıntılı. Bütün fəsillərdə Zaqataladadır da. Bəli, bəli. Təkcə, Yalnız və hə? yalnız İl boyu oradadır. yağıntılı. 6'ya baxaq. Bəli. Quru odunun istilik vermə qabiliyyəti yanaş hissdən çox, torfdan isə azdır. Müəllim, bu düzdür. Bəli. Quru odun istilik vermə qabiliyyəti. Yanaş hissdən Cavabımız çoxdur, budur, torfdan isə altı az olacaq. Bəli. 2, 4, 6 sualın doğru cavabıdır C variantı. Oldu müəllimə, sağollaşıram sizlə. Kimlə davam edirik? Buyurun, əl işarələrini göndərin. Ramilə müəllimə burada. Ayşə, Ramilə müəllimə burada, sonra Ayşə müəllimə. Başqa müəllim varsa iştirak etməyən buyursun. Salam müəllim, Salam. axşamınız xeyir. Buyurun, Xumar müəllimə, 26. 44 günlük Vətən müharibəsində hansı məntəqənin azad olunması Azərbaycan-İran sərhəd xəttini tam bərpa etmişdi? Bu müəllim Xudafərindir, Cəbrayıl rayonunda. Bəlkə Zəngilandır, Ağbənd, Mincivan qəsəbələri də ona aiddir. Ağbənd olmaz. Cavab B variantı. Zəngilandır müəllimə. Zəngilanla bərpa olunub, o da Ağbənd. Valdis limanlarının aid olduğu okeanları soruşur müəllim. Valdis Sakit okeandadır. Hidrospeit Hind okeanıdır. Tambiko Atlantik okeanıdır. Dampiri bilmədim müəllim harda yerləşir. Pert Headland Dampir Avstraliyanın şimal-qərb hissəsində Hind okeanında yerləşir. Tampico Meksikadadır, Atlantik okeanına aiddir. Hidrospeit harda yerləşir? Hind okeanı. Valdis də bilirsiniz də Sakit okeanda yerləşir. 28'e baxaq. Yəni burada bilirsiniz Dampir Hind, Atlantik, Hind, Sakit. Hindi 2 dəfə istifadə edilir. Y variantı uyğundur. 28. Xəritə sxemində təsvir edilmiş obyektlərdən deyil. Bura Xəzər dənizi, bizim Ağzıbirçala. Bəli, bu da göl, bəli, Şabran rayonunda yerləşən Ağzıbirçala gölüdür. 10 soruşur mən, deyil. Bir ki deyil. Burada elə bir variant var ki, bu ərazi üçün uyğun deyil. Hansıdır? Samur yalama var burada. Bəli, Samur Xaçmazda Abşeron yerləşir Samur yalama. Ona görə elə C variantı olacaq. Digərləri isə Bakı-Dərbənd dəmir yol xətti var, keçir. Yəni Samur Abşeron su kanalı da olacaq. Taxta körpü orta ölçülü çeyiz. Hə. Bir də Ağzıbirçala gölü də həmçinin. 29'a baxaq. Doğru olmayan fikri müəyyən edin. Yuxarı Qarabağ suvarma kanalı vasitəsilə Kür çayının sol sahilində yerləşən ərazidə suvarılır. Bu Yuxarı Qarabağ daha çox Qarabağ mil düzlərinin suvarılmasında. O da sağ tərəfdə olar. Sol tərəf Şirvandır. Aha, ona görə burada doğru olmayan deyilsə elə A variantı. Digərlərinə də baxaq. Ağstafa rayonu ərazisində toğay meşələri yayılmışdır. Bu doğrudur müəllimə. Bəli, Qarayazı qoruğu. Bəli. Xankəndi, Leri, Şahbuz şəhərləri eyni tektonik zonda yerləşir. Bəli, Kiçik Qafqazda yerləşirlər. Qalxmasında. Katex və Mazın çayların mənbələrinə yaxın ərazilərdə zəngin polimetal yağlar, bəli, Balakən ərazisində Balakən doğrudur. Zaqatalada doğrudur. Y'yə baxaq. Çollar düzlüyündə milli park yerləşir. Bəli, müəllim. Hansı milli parkdır? Samur Yalama milli Bəli, park. 30'a baxaq. Doğru fikri soruşur. Böyük Britaniya, Norveç, Niderland və Belçika unitar monarxiyalardır. Belçikanı buradan çıxırıq müəllim. Federativ monarxiyadır çünki. Yay aylarında Balakən şəhərində gündüzün uzunluğu Şamaxıdakından daha çoxdur. Bu Balakən daha şimala Şamaxıdan yaxındır, yoxsa Şamaxı? şimalda.
Balakən daha şimala Qütbə daha yaxındır. yaxın Orada hansıdır? daha Balakən. Burada Balakən. düz deyir müəllim. Daha Düzdür. çoxdur, bəli, düz Hı. deyir. Elə B Bir variantı qismə olar da burada cavab bəli, elə. C variantı bəli. C-yə baxaq. Təşkilatına üzv olan ölkələrdən yalnız ikisi inkişaf eləmişdir. Burada Braziliya, Rusiya, Hindistan, Cənubi Afrika. Burada bir dənədir. Cənubi Afrika Respublikası, bir də Çindir. Burada bir dənə inkişaf eləmiş ölkə Bəli, bu da var. Buna yanlışdır. görə bu səhvdir. Kərəm. Kəraimlər, Tuvaşlar, Xasaslar eyni dinə sitayiş edirlər. Burada Tuvaşlar xristian dinidir müəllimə. Xakaslar da şaman dininə inanırlar, ruhlara inan. Şəhərinə düşən yağıntının miqdarı Tərtər şəhərinə düşən yağıntının miqdarından daha azdır. Bu daha çox olmalıdır əslində. Bəli, daha çoxdur Ağsu şəhərinə. Aprel tarixində 68 cənub enliyində qütb gecələri müşahidə edilə bilər. Deməli 15 apreldə 68 cənub enliyində qütb gecələri 15 apreldə deməli. Bir dəqiqə müəllimə martdan sonra günəş gedir şimala, bəli, burada edilə bilər. 15 apreldə artıq cənubda Necə qütb olur gecələri müəllimə? başlayır. 15 aprel, məsələn 21 martda gecə-gündüz bərabərliyindən sonra günəş şimal yarımkürəsinə keçir də. Cənub qütbündə qütb gecələri olar. Düzdür? İndi bu aprelin Aha. neçəsidir? 15-idir. 21 martdan 15-inə qədər neçə gün eləyir? Ümumiyyətlə 65 onda 5-dən cənuba qütb gecələri müşahidə Bu onu edilmir demir ki, müəllimə 15 aprel tarixində deyir. Həmin o yəni yazdan sonra. 21 martdan sonra. Mən də martdan sonra artıq günəş gedir şimala, cənubda qütb gecələri başlayır da, elə deyil. 68-də müşahidə edilmirdi iş orasıdır müəllimə. Burada hesablayacaqsınız siz. Neçə dərəcə? Ha, o 4 gündən Bəli. hesablayaq da onda. Deməli 21 martdan sonra 21 martda 31 gündür. 10 gün oradan, 15 gündə buradan 25 gün. 4 günə 1 dərəcə gedirsə, indi burada yəqin ki 24-ə bölünən rəqəm 25 günə nə qədər gedər? 25 yəqin 25-26 gün götürülüb də, 26 gün deyək lap. Hə. 26 gün nə qədər gedər? 26-nı da 4-ə böləndə neçə eləyir? 6 eləyir. 6 dərəcə. Deməli, 15 aprel tarixində 21 0 mən bunu düz götürərdim, bilmirəm. Cavab tam 24. izah edə bilmədim amma Demək müəllimə, burada aprelin 15-də günəş ekvatora yaxın enliklərdə zenitdə olar da. 9-10 dərəcə götürək təqribi. Burada qütb gecəsi cənub qütbünə hə, yo, elə götürülməz. Yəni burada səhv variantdır bu. İndi nəyə görə səhvdir? Çünki əgər bu 9-10 dərəcə götürülürsə ekvatora, deməli hansı enlikdə müşahidə edilər? Yüksək enlikdə 80 dərəcədən yuxarıda müşahidə edilər. Əgər 9-dadırsa. İndi burada isə deyir 68-dən müşahidə edilir. Axı 80-dən sonra müşahidə edilər qütb gecələri. 68-də müşahidə olması üçün hardasa bu 21-22-də olmalıdır, belə deyək. Hə. 21-22 dərəcə enlikdə olmalıdır ki, 68-də qütb gecələri baş versin. Hə, həm də ki sərhəd 68-ə gəlib çatması üçün gərək bu iyun ayına qədər gedər də o zaman. Hələ bu apreldədir axı. Düzdür? Bəli. Hə. Yəni başa oradan düşdüyümdə hesablama ilə eləmək lazımdır da burada. Mən belə iyun 68-də 8-10 gün qalmış, maksimum 8-10 gün qalmış bir vaxt ərəfəsində ola bilər 68 dərəcədə. Hı. Hə, onda bunu götürmürük müəllimə. Bu Birlər müşahidə edilə çıxırıq. bilməz. Bunu götürmərik. Bildim. Mən 68 cənub enliyin görən kimi fikirləşdim, götürmək olar. Tarixə fikir ver, müəllimə, Monarxiya tarixə fikir verin. Tarixi boşdan vermir orada. Yaxşı. Aha, 2-yə baxaq. Monarxiya idarəetmə formasına malik olan ölkələrin böyük əksəriyyəti unitardır. Doğrudur bu. Monarxiyaların çoxu, yəni orada cəmi 3 dənə var da federativ monarxiya. Belçika, Malayziya, Birləşmiş Ərəb Əmirliyi. Qalanları unitardır. Onun Bəli. üçün ikini götürürük. Qlobus və xəritədə baş miqyasla yanaşı xüsusi miqyasa ehtiyac var. Qlobusda ehtiyac yoxdur, çünki qlobusda təhrif olmur. Onun üçün 3-ü də götürməliyik. Sakit okeanın dibindən Moxos sərhədinə qədər olan məsafə digər okeanlarla müqayisədə daha qısadır. Bəli, çünki Sakit okean ən dərin okeandır axı. Yəni daha Moxos sərhəddə yer qabığı ilə üst mantia arasında olan Bəli. sərhəddir. Daha qısa olar. Davam edək müəllimə, buyurun.
Danışırdıq. Qlobusa dedik, Monarxiya. təhrif yoxdur. Bu da dediniz. Bu Aha. şeydir, Sakit Moxon deyirdi ki, bu doğru fikirdir. Bidonvil və favellaların yerləşdiyi ölkə G20-yə daxildir. Bidonvil Afrikadadır, favellər də ki, Cənubi Latın Amerikada. Amerikada, Braziliyada Bəli. ən çox götürülürdü. Bidonvillərdə cara da götürülür də bidonvil. Bəli, Çar və Braziliya deyəndə G20 olar o zaman. Bəli, olar. Doğru fikirdir bu. Mhm. İsveçrə və Danimarkada marikultur təsərrüfat sahələri mövcuddur. Bu Danimarka deyəsən istisnaidir. Marikultur deyir. İsveçrə olmaz axı, çünki bu materik daxili dövlətdir. Burada marikultur Bəli. olmaz. Materik daxili olmaz. Yəni 2, 4, 5 sualın doğru cavabıdır. 32-yə baxaq. Monokultur edə bildim yazıb. Hə. Xəritə sxemdə göstərilmiş A ölkəsi üçün xarakterik olan hansı xüsusiyyətlər İspaniya üçün xarakterik deyil? İndi baxaq bu haradır. Bir dəqiqə mənə deməyin, görüm tapa biləcəm bura haradır. Çexiya, Avstriya sərhədləri olan ölkə. Buradan da dənizə çıxışı var. Çexiya, İspaniya. Almaniya olar görəsən. Bəli. Almaniya. Almaniyadır. Almaniyadır. Bu da şeydir, o kanal yarımada. Jutlandiya yarımadası. Almaniyadır bu. Mhm. Deməli, Almaniya üçün xarakterik olan İspaniya üçün deyil. Rəsmi dövlət dili German dil qrupuna aiddir. Bu Almaniya üçün aiddir, amma İspaniyada romanlardır. Bunu götürəcəyik. Bizə aid və düzdür, bunu götürəcəyik. Fransa ilə həmsərhəddir. Deməli, Fransanın İspaniya da həmsərhəddir. Fransa ilə İspaniya, Fransa, Almaniya. Hər ikisi, İspaniya, bəli. Fransa, İkidə hər ikisi olacaq. sərhəddir. Mülayim kontinental iqlim tipinə rast gəlinir. Bu Almaniya üçün var, amma İspaniyada mülayim kontinental yoxdur. 1, 2, 3-dür də onda. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü deyil. 2 olmaz. 2 oxşardır. Bizə fərqləndirici xüsusiyyət lazımdır. Fərqlidir. 1, 3-dür, Mülayim sonra. kontinental olacaq. BMT-nin üzvü deyil. Təhlükəsizlik Şurasının üzvləri ABŞ, Rusiya, İngiltərə, Fransa, Çin idi. Bunlardan İspaniya da Almaniya biri aid daimi üzv deyil. olmayacaq. Şimal dənizinin sahilləri yuyur, Şimal dənizinin Almaniya yuyur, amma İspaniya görmür Şimal dənizini. Bunu götürərik. Mhm. Demoqrafik keçid də ikisi də 4-cü mərhələsinə aiddir. Bəli, 1, 3, 5 olacaq. Sağ olun müəllimə. 33-ü kim izah eləmək istəyir? Buyurun. Eləyim müəllimə. Buyurun 33. 2 işıqlanmada yerləşən ölkələr. Bəli, 2 işıqlanmada yerləşirsə, bunu ya qütb dairəsi, ya da tropik xətti kəsməlidir. Myanma. Deməli, Myanmanı tropik kəsir mən bildiyim qədər. Düz bilirsiniz. Mavritaniya. Bir dəqiqə, Mavritaniyanı tropik xətti kəsir. Bəli. Şimal tropiki. Kongo Demokratik Respublikasını heç biri kəsmir. Amma ekvator kəsir deyil, 3 yarımkürədə yerləşir. Bizə lazımdır tropik və qütb dairələrinin kəsildiyi ölkələr. Bəli. Tayland, bir dəqiqə fikirləşim. Tayland biraz aşağıda qalır deyəsən, onu Müəllimə, tropikdə Hindçin kəsmir. yarımadası tərəfdə bir dənə Myanmanı kəsir. Qalan heç bir ölkəni orada kəsmir. Bir də o tərəfdə Tayvan adasını kəsir. O da Çinlə qaynar nöqtəsi olan. İndi Cənubi Asiyada başqa ölkələrdə hansılardır məsələn burada verilib biri? Bir dəqiqə. Bangladeş. Bangladeş biraz aşağıdadır, amma kəsir deyəsən Bəli, Bangladeşi. kəsir. 5-i də aid etdik. Sonra Mozambik. Mozambiki cənub tropiki bir dəqiqə kəsir. bayaq dedik ki, 2 iqlimdə 2 işıqlanma qurşağında yerləşir Mozambik. Cavab artıq Bəli. hazırdır, yox. Hələ biri də qalıb. Aha. İndoneziya. İndoneziyada yenə aralıqda yerləşir də, o ekvator kəsir, amma ki Tropik kəsməz. tropiklər kəsmir. Finlandiya. Bir dəqiqə Finlandiyanı da fikirləşim. Qütb dairəsi oradan qütb dairəsi yuxarısından keçir deyəsən bir balaca. Onun gölü Yoxsa var aşağıda ki, qalır? İnari o qütbdə yerləşir. Düzdürmü? Amma Bəli, bu şimal bəli. meşə qurşağında yerləşən Rusiyadır, İsveçdir, Norveçdir, Kanadadır. Bunlar 2 işıqlanmada yerləşən ölkələrdir də. Düzdür? Bəli.
Həm Bir də şimal meşə 8 olacaq. qurşağında yerləşir, həm də şimal 2 işıqlanma qurşağında yerləşir. Demək cavab olacaq 8-də əlavə edəcəyik. Digərlərini də bilirsiniz də. Filippin olar? İslandiya aşağıda qalır qütb dairəsindən, Bəli. Filippin də aralıqda qalır da kəsmir. Bəli. Mhm. İslandiya mülayim işıqlanmada yerləşir. 34-ü də izah edin müəllimə. Mhm. Baykal qırışıqlığından əvvəl yaranmış dağları müəyyən edin. Şərqi qat, biri götürürük. Makdonel. Makdonel Avstraliyada, bu da Baykal qırışıqlığından əvvəldir. Hammersli də əvvəldir. Filizli bu sonradır. Böyük Xinqan, yəqin ki Paleozoy falan olar. Bəli. Kapda qədim Bu dağlarda da o da Paleozoydur, Paleozoy olmalı. Kapezda dağları. Mhm. Müəllimə, biz demişdik Bu da axı Hindistanda qərbi qat və şərqi qat, Avstraliyada Hammersli Hə. və Makdonel dağları Baykaldan əvvəl yaranmış dağlardır. Yoxdur, səhər eləyən. Xumar müəllimə etsin. 35 ilə 37-ni siz 36-nı edərsiniz Ramilə müəllimə. Öz sualınızı. Hə. Hə, Yaxşı yaxşı. müəllim. Buyurun. Düzgün fikirləri istəyir müəllimə burada. Göydərə və İpək xromit yataqları Qarabağ iqtisadi rayonunda yerləşir. Bu Şərqi Zəngəzurda yerləşir. Biri Kəlbəcərdədir Göydərə, İpək də Laçında səhvdir. Şimali Amerika materikində yerləşən böyük göllər qrupuna yalnız Michigan sərhəddə yerləşmir. Bu doğrudur, müəllimə, ABŞ-a düşür. Sonra Talış və Zəngəzur silsilələrində paleogen yaşlı vulkanogen çökmə süxurlar üstünlük təşkil eləyir. Bu doğrudur müəllimə. Paleogen Təbii ki, vulkanik paleogen yaşlı vulkanik süxurlar olacaq. Talış və Zəngəzurda 4-cü dövrün vulkanik süxurları olacaq vulkanik yaylada. Aha. vulkanik, bəli. Sonra Sonra Torağay və Palçıq vulkanı Bozdağ silsiləsi ilə eyni tektonik zonada yerləşir. Torağay Abşeronda yerləşir. Bozdağda Kür Mingəçevirin çökəkliyində. aşağısında Kür sökməsidir. Torağa Abşeronu demişkən, yəni Böyük Qafqaz tektonik qalxmasında yerləşərkən Bozdağdır, Xocaşen, Daşüz, Palantökən bunlar Kür çökməsində yerləşən silsilələr sayılır. Yəni fərqli tektonik zonada, eyni deyil. 5-ə baxırıq. Yeni Zelandiya bir iqlim qurşağında yerləşir. Xeyr müəllimə, bu subtropik 2 iqlimdir. mülayimdə Bəzən də 3 də deyərdilər vaxtı ikən. İndi 2 iqlim deyəcəksiniz. 5 də yanlışdır. 6. Kolumbiya dövlətinin ərazisinin sahillərini 2 okean suları yuyur və yerləşdiyi materikin ən uzaq şimal nöqtəsi ərazisində yerləşir. Bu da doğrudur müəllimə. Bəli, 2 okean sahilində yerləşir və Cənubi Amerikanın ən uzaq şimal nöqtəsi burada yerləşir. Dalinias burnu burada yerləşəcək. Cavab oldu 2, 3, 6 C variantı. 37-ni izah edin. 38-i. 37 idi. Hə, aşağıdadır. Buyurun. Bu 70 dərəcə şərq uzunluğunda saat 2-dir və həmin gün gündüzün uzunluğu 13 saat 44 dəqiqə bərabər olarsa, həmin anda günəşin çıxdığı və batdığı uzunluqları müvafiq olaraq müəyyən edin. Mənim burada 12:00 günorta götürürsə, saat 2-də, həmin günün gündür. Saat 2-dən söhbət gedir burada. Demək müəllimə, Bərabər bu 14:00-dırsa 12:00 olması üçün 2 Günorta. saat olmalıdır, düzdür? 2 saatlı vaxtdır. 2 saat da neçə dərəcə eləyir? 2 saatda 30 dərəcə eləyir. 30. müəllimə. 70-dən indi 30 dərəcə getsək biz qərbə tərəf hansı uzunluğa çatmış oluruq? Dərəcə şərq Bəli, uzunluğuna 40 dərəcə çatırıq. şərq uzunluğu. 2 dənə yol var əslində bu məsələ. İndi edək. 40 şərq uzunluğu, düzdürmü müəllimə? Sonra deyir 13:44 dəqiqəyə bərabər olarsa həmin o gündüzün uzunluğu. Bunu 2 hissəyə ayırın, çünki gündüz 2 hissədən ibarətdir axı. Biri səhər 6-dan günorta 12-yə, biri 12-dən axşam 6-ya qədər. Bu necə O da ayırır? eləyir. Ayırmağı bilirsiniz müəllimə bu saat dəqiqəni 2 hissəyə? Bilirsiniz necə edirsiniz? 13-ü bölürsünüz 2-yə, olur 6. 7 1 saat qalır axı, düzdür? 1 saatda 60 dəqiqədir. 60 dəqiqə bir də 44 dəqiqə toplayanda olacaq nə qədər? 104 dəqiqə. 104 dəqiqəni də 2-yə böləndə olacaq 52 dəqiqə. Yəni 6 saatımız var idi axı. 6:52, 6:52 bu formada ayırırsınız. İndi gündüzün uzunluğu biz 12:00-a əsasən təyin edirik axı. Bir dəfə gəlirik, bir dəfə də çıxırıq, o günün batma vaxtı, Bəli. çıxma vaxtları buna dair etmişik. Bəli. 12:00-ın üzərinə gəlirik bir dəfə 6:52-ni. Bir dəfə 18:52. 6:52. Hə, 18:52 onun batma vaxtı olacaq. Çıxma vaxtı da 18:08. olacaq
5.08 müəllim. Mən 5.08 olacaq. Bunu tapdıq. Sonra da burada 14.00 daxil. Bizdən də bunun çıxma və batma vaxtını istəyir. Günəşin çıxma və batma uzunluğu həmin 12.00-a nəzərən. Daha doğrusu 40 dərəcə şərq uzunluğundan. Biri qərbə, biri şərqdə. Orada 14.00 daxil. Daha doğrusu burada 14.00 70 şərq uzunluğunda. İndi burada biz həmin o 40 şərq uzunluğundan qərbdə və şərqdə günəşin çıxma və batma vaxtlarını tapmaq üçün biz nə edirik? Həmin bu 14.00-dan bir dəfə 5.8-i çıxarsınız. Bir dəfə də 18.52-dən 14.00 çıxarsınız və uzunluqları taparsınız. Düzdür, bu uzun yoldur, mənim dediyim yol. Amma qısa yolu da var həmçinin. İndi onu da deyəcəm sizə. Yəni bunları çıxandan sonra məsələn 14.00-dan 5 neçə idi? 5.7 idi də. 5.8 idi. 5.8 Çıxanda çıxdınız. Nə tapdınızsa onu müəllimə uzunluğa çevirirsiniz. Həmin o 40 şərq uzunluğundan əgər çıxma vaxtını istəyirsə çıxarsınız. Həmin uzunluğu. 8 müəllimə 8 saat 52 dəqiqəni dərəcəyə çevirib Bəli. 40-dan çıxmalıyıq. Belə çıxa Üstünə bilər. gəlir. Hə. Ha, Sonra 18.52-dən 14.00 çıxandan sonra nə tapırsınızsa onun saatını vurursunuz 15-ə, dərəcəsini bölürsünüz 4-ə. Neçə uzunluq tapırsınızsa 70 şərqin üzərinə həmin uzunluğu gəlib günəşin batma vaxtını da tapa bilərsiniz. Asan yolunu deyək, yaxşı. Demək bizim bu 13:44 dəqiqəmiz biz tapdıq 103 dərəcə. Bunu necə tapırıq? 103. Bir dəqiqə. Demək 13:44 412 dəqiqədir. 1 dərəcəmiz əgər 4-dürsə, 412 dəqiqəmiz nə qədərdir? Buradan biz 103 dərəcə tapırıq. Düzdür? Biz 40 dərəcəni tapmışdıq axı. 12:00 deyir ki, bərabər olarsa həmin gündüzün uzunluğu. Hə. Demək 40 şərqdən bir dəfə 103 qərbə gedirsiniz, bir dəfə də şərqə gedirsiniz. 40-dan çıxırsınız 103-ü, gəlib günəşin çıxma vaxtının uzunluğunu 63 dərəcə qərb uzunluğu tapırsınız. Batma vaxtını da tapırsınız. 40-ın üzərinə gələndə 103 olacaq 143. Bu qədər sadə. Bu yolla edə bilərsiniz. Bu yaxşıdır mənim. Hə. Çox sadə. Belə. Sağ olun müəllimə. Ramilə müəllimə bunu izah edin. Yerdə qalır 2. Başqırdıstanı istəyir və bunu bu dəfə səhv etmərəm. Başqırdistan, Tataristan, Çuvaşiya, bunlar Volqa boyu türk xalqları, türklər gedir də. 5 Başqırdistandır. Deməli 3 Başqırdistan, Tataristan 3-dür. Çuvaş 1 idi də, hə müəllimə? Mən həmişə 2 deyirdim, 1-dir Çuvaş. Allahım. Yenə səhv elədim. Atalar 3-dən deyib 3-ü də tamam elədiniz müəllimə. 3-ü də tamam Bu elədiniz. niyə deyir Başqırdistan? Bir dəqiqə, bu niyə mən səhv deyirəm ki? Siz həmişə Ay belə Allah. gedirsiniz. Belə gedin də. Keçən dəfə də göstərdim yolu sizə. Yenə də vay bojum. İndi Yenə dördüncüdə səhv. inşallah yaxşı olar. Yox, çətin ki, yaxşı olar. İkisi də yaxşı olar. Etmək istəyər. Günay müəllimə, buyurun. Müəllimə, Kim qalmışdı? Hə, mən izah buyurun. eləyirəm. Hə. Avropa və Asiya qitələri üçün hansı oxşar cəhət Cənubi Amerika materiki üçün səciyyə bilir? Yəni üçünə də oxşar olsun. Cavan dağlara və fəaliyyətdə olan vulkanlara rast gəlinir. Cavan dağlara və fəaliyyətdə ola bilər. Yəni geosiqnalları var da üçündə. İnkişaf etmiş ölkə və ya ölkələr mövcuddur. Bunu Cənubi Amerika üçün deyə bilmərik. Bunu çıxacam buradan. Orada inkişaf Çünki etmiş Cənubi ölkə yoxdur çünki. Söylər var, amma inkişaf etmiş ölkə yoxdur. Sahilləri çox girintili və çıxıntılıdır. Sahilləri üstünə görə də deyəndə sahilləri Yəni bu məncə Amerikada, Afrikada ümumiyyətlə sahil xəttləri çox da parçalanmayıb olan axı. zəifdir. Bəli, olan zəifdir bundan. Hı. Onda zəif olan. Ən bosu çayı o ərazisinin müəyyən hissəsi mülayim işıqlama qurşağında yerləşir. Bu var da, hamısında Var, mülayim bəli. işıqlama yerləşir. Dörd doğrudur. Ən bosu çayı Atlantik okeanına tökülür. Bunu da Asiya üçün biz deyə bilmərik axı. Yansız Avropaya məsələn deyə Boltulu, ən uzun çay. Onu deyə bilmərik. Bu da çıxıram buradan. Ərazisində 3 yarımkürədə yerləşən Bir də ölkələr müəllimə bu mövcuddur. əslində yəni Amazon çayı ən bosulu Atlantik okeandır. Avropada məsələn Volqa götürsək, o daxili axarsu hövzədir. Yəni ona görə uyğun gəlmədi. 6. Bəli. Ərazisində 3 yarımkürədə yerləşən ölkələr mövcuddur. Deməli Qrinviç və ekvator kəsliyinə görə götürülürsə, Qrinviç Avropanı kəsəcək. Bu tərəfdən Asiyanı da kəsə bilir, bu tərəfdən də deyəndə. Bir də Cənubi Amerikada da 180 kəsə bilər. Eyni zamanda ekvator. Kəsə bilərsə,
Gəlsə bilərsə onda gəlin misal çəkək də. Məsələn, Avropada Böyük Britaniya, Fransa, İspaniya, Böyük Britaniya, Fransa. Asiyada İndoneziya, ekvator Yəni, kəsriyinə görə 3 yarımkürədir. Cənubi Amerikada Braziliya, Ekvador, Kolumbiya, Braziliya, Ekvador, Kolumbiya bunları deyə bilərik. göstəriyor. Bəli. 1, 4, 6 oldu da. Hə, de. 39-da Bəli. izah edin müəllimə. Doğru olmayan fikirləri müəyyən edin. Deməli, ölkəmizin orta hündürlüyü 657 metrdir. Yox, 657 metr deyil. Düzdür, yaxşı ifadədir, düzgün ifadədir, amma bizə lazım deyil, bizə səhv lazımdır. 1 doğrudur. Orta hündürlüyü Zəfər 650 Yəldar dərslikdə də var kitabda. Aha. Aha. Zəfər Yəldar və Bazaryurt zirvələrinin mütləq hündürlüyü 4000 metrdən azdır. Azdır deyir burada. Bazaryurt yox, bu çoxdur. 4300-dən Zəfəri deyirik. Yardaq Bazaryurt da yenə də 4000-dən çoxdur. Ona görə olmaz. Baxın hündürlüklərinə. Hamısı 4000-dən çoxdur. Burada deyir azdır. Demək bizə lazımdır. Yanlış ifadədir. Aha. Deməli, bu götürəcəyik. Hə. Deməli, Qoşqar, Böyük Hinaldağ, Dəlidağ zirvələri və Ömər aşırımı Murovdağ silsiləsində yerləşir. Deməli, axı biz Ömər düzdür, Murovdadır, amma Dəlidağ orada demək vulkanik yayladadır. Vulkanik yayladadır, bəli. Ona görə bunu götürə bilərik. Deməli, 2-3 olacaq. Şirvan və Gəncə Qazaq düzləri çayların gətirmə konusunda zəngindir. Var. Hə, bu da deyir ki, çayları gətirib çöktürür də. Bəli, sonra 5-ə baxaq. Doğrudur. Sumqayıt, Pirsa, Ceylan keçməz və Kür çaylarının aşağı axarlarının olduğu ərazilərdə breksiləri rast gəlinir. Hə, bu şeydə Fatih vulkanları üçün deyiriksə, Bəli, breksiləri doğru rast ifadədir. gəlinir. Aşağı yarımadasında. Bu da doğru olacaq. Respublikamızın bütün dağlıq ərazilərinin mülayim isti iqlim tipinə rast gəlinir. Hə, bunu deyə bilmərik. Nəyə görə? Naxçıvan ərazisində də dağlıqda, Naxçıvanda mülayim isti iqlim yoxdur heç. Tamamilə doğrudur. 2-3-6. 40-ı da izah edin, sağollaşaq. Okean cərəyanları ilə bağlı olan düzgün fikirləri müəyyən edin. Aha. Mozambik, Kanar, Gviana cərəyanları eyni iqlim şəraiti formalaşır. Mozambik isti, Kanar soyuq, Gvianada isti. Yox, bu ola bilməz. Çünki Kanar soyuq cərəyandır Soyuqdur, və səhra Mozambik yaradır. istidir. Necə iqlim? Biri arid olar, biri də rütubətli iqlim formalaşdırır. Aha. Peru, Kaliforniya və Krosio cərəyanları eyni okeanda hərəkət edir. Peru, Kaliforniya, Krosio. Sakit okeanın cərəyanlarıdır Bəli, bunlar hamısı ikisi də. sakit okeandadır. Kaliforniya, Şimali Amerika, Krosio da Asiya sahillərindədir. Bu doğrudur. Kanar Bengel və Qərbi Avstraliya cərəyanları eyni istiqamətdə hərəkət edir. Yox, istiqamətləri fərqlidir bunların. Məsəl üçün, burada Kanar cərəyanı cənub istiqamətə gəlir, Bengel yuxarıya gedir. Düzdür? Özü Anqolanın üzə gələn cərəyandır. Namib səhrası təsir edir. Aha. 3 yanlışdır, sonra. Alyaska, Krosio, Labrador cərəyanları humid iqlim şəraiti. Labrador soyuq cərəyandırsa, humid yarada bilməz. Bəli, 4 də yanlışdır. 5-ə baxaq. Norveç və Kamçatka cərəyanlarının hərəkət etdiyi okeanların sahəsi tədricən kiçilir. Hə, deməli bu şeydən deyirik də, Sakit okeana, Şimal Buzlu okeanın sahəsi kiçilir, Atlantik və Hind okeanı sahəsi böyüyür. Bunlar da Kamçatka və Norveç düşdüyünə görə bunları götürəcəyik biz. Norveç Şimal Buzlu okeandır, Kamçatka Sakit okean. Kamçatkada sakitdir. 6-ya baxaq. Bu götürülür. Yer kürəsinin xəyali oxu ətrafında hərəkət edir, cərəyanların istiqamətə təsir edir. Hə. Bəli, xəyali ətrafında hərəkəti cərəyanların istiqamətə təsir göstərir ki, şimal yarımkürəsindən sağa, cənub yarımkürəsindən sola meyl edirlər. 2, 5, 6 sualın doğru cavabıdır. C variantı. Gecəniz xeyrə qalsın. Sabah fiziki coğrafi rayonlarda görüşərik.